Salamlar əziz izləyicilər, sizə böyük gələcəyi kiçik addımlar verilişinin növbəti qonağı Mirmehdi Ağalırovdur. Mirmehdi Ağalarov, neçənci ildə harda dünyaya göz açmısan? 2015-ci ildə doğulmuşam Bakıda, Hansı klubda oynayırsan? Neftçidə, Mövqeyin nədir? qapçı, Neçən dəfə formadan çıxış edirsən? 12. Əla. Bilək, əvvəllər hansı klubda, ilk öncə hansı klubda başlamısan futbola? Sabah ildə, Daha sonra Sabah komandasında, daha sonra isə Neftçiyə Neftçi. seçimlə. Qapçı Məhsin kimdir? Bilək. Şahin müəllim. Şahin müəllim. Sabahda qapçı Məhsi var idi məsələn? Deyil, Və sabahda. sabahda da yox. Ancaq indi Peşəkar Neftçi Peşəkar futbol klubunda Məhsi var. Bəli. Böyüyəndə, yəni bu qapçı seçimini etmisən və böyüyəndə nə kimi arzuların var? Böyüyəndə qapçı olmağım var. Ən yaxşı qapçılar. Bəli. Sənə görə dünyanın ən yaxşı qapçılarından kimdir? Yəni sadalaya bilərsən, yoxsa ən yaxşı qapçı kimdir? Hal-hazırda və ya keçmiş dövrdə. Donarıma. Yəni özü Donnarumma oxşatmaq istəyərsən. Bəli. Donnarumma deyirsən də hal-hazırda harda? Varsa aparır. Bəli. İngiltərədə həmin klubdan mı bazı yapılmaq istəyirsən var? Başqa komandalarda da olur. Məsəl üçün, Barcelona olar. Arsenal. Sevdiyin komanda mı Barcelona, yoxsa təsadüf olaraq komandadır? Barcelona sevdiyim komandadır. Bəs Azərbaycan Premyer Liqasında, şərt olaraq Azərbaycan Premyer Liqasında yüksək liqa əgər mübarizə aparan komandadan hansı birinin şərəfini qorumaq istəyərsən? Bəncə deyil. Eləmək üçün. Hə. Milli qapçı olmağın ən çətin yönləri, ən çətin cəhətləri, ən qapçı olmaq çətinliyi nədir? Nədən ibarət? Top tutmaq orada. Refleks göstərmək lazımdır. O da çətindir. Çıxışlar, onlar da çətin olur. Çox. Kapıyor da zərbə Mirmehdi Ağalarov böyür. Üstüne sen o zərbəsindən sonra parmaqların ucuyla daxil etmeyi bacarır. Son toxunuş, son ince toxunuş hesabın açılması imkan vermir. Hal-hazırda komandada rəqabət apardığın qapçı varmı? Səninlə eyni mövqedə. Məsələn, digər qapçı ola bilər, yəni və yaxud da başqa bir yaş qrupun qapçısı ola bilərmi? Səninlə rəqabət varmı elə bir qapçı var? Bəli, var. Kimdir adı? Adı yadımda deyil, amma oynayan komanda Sabahdır. Sabahdan mübarizə yapılır və sən onunla sağlam mübarizə rəqabət aparsan. Komandada səni əvəz edəcək başqa o biri qapçı varmı? Digər qapçı. Digər qapçı Həsən. Adını soyadı nədir? Soyadı yanında adı Həsəndir. Həsəndir. Yəni səni əvəz edir. Olub Mehdi heç qapçı dayandığın dövrdə ciddi bir zədən. Bizdə də sümü ilə toqquşduq ayaq. Hansı nahiyədə? Təkbətək çıxanda oldu. Yəni qapçı dayanmağın çətin yönlərindən biri də qapıda fərdi apardığın mübarizə zamanı zədələnməyin oldu. Heç futboldan küstüyün oldu mu? Deyir. Yaxşı, sənin futbolçu olmağa təşviq edən kim oldu? Yəni sənin futbolçu olmağı mı? Özüm. Özün. Bəlkə də etmirsən. Yəni özün istəmirsən. Hava şəraitindən heç olubmu hava şəraitinə görə futbol oynamaq istəməmisən? Olmadı. Yəni bütün hava şəraitindən qarda əvvəl gəlirsən, mən şərh etmişəm. Qar olub, yağış olub. Çətin durumlarda da oyunlara gəlmirsən. Həftə neçə məşq edirsən? 2-3 dəfə. Fərdi məşq edirsən? Bəli. Ümumi neçə dəfə olur? O da 2-3 dəfə. Yəni 6 həftənin 6 günü 6 dəfə məşq edirsən. Təhsillə bağlı həftənin 5 günü məktəbə oxuyurdun və indi hansı məktəbdə kiçik də olsa tətilə gedəcək elə bir yay tətilinə. Təsir edirmi təhsilinə? Məşqlərin təsiri varmı? Deyir.
Təhsili çox sevirsən, məktəbi yoxsa ki futbolu? Futbolu seviyorum. Futboldan başqa məşğuliyyətin varmı, sevdiyin bir iş? Aa, Fotosesiya etmək. Sevdiğin şirin bir zarahat idi. Var mı bir sevdiğin bir iş? rəssamlıq. Rəssamlıq. Yəni sevdiğin işlərdən biridir. Əgər futbolçu olmasaydın nə olardın? Futbolçu olmasaydım. Nə olmaq istəyərdin? Bence basketbolcu ya da rəssam. Rəssam ola bilərdi. Bir sevdiğin işdən sual verim. Basketbol sahəsində tanınmış bir sima adını çəkə bilərsənmi? Kim məsələn? Mənim sevdiyim bir sima var. Jordan. Michael Jordan. Ben. Mən də Michael Jordan desəydim, eyni anda eyni basketbolçu dedim. Yaxşı, rəssamlıq sahəsində. Rəssam, tanınmış rəssamlardan olsun, Azərbaycanda olsun. Azərbaycanda kifayət qədər məşhur bir rəssam var. Onun adına küçələr var. Səttar Bəhlulzadə. Məsəl üçün. Dünyada da ki, bütün, sadəcə indi həyəcandan yəqin ki, böyük ehtimal. Mən sənin intellekt səviyyəni yaxşı bilirəm. Mona Lisa'nı çəkən deyənlər də. O həyəcanla ilə gəlir, bilirəm. Olur belə hallar. Ən çox Donnarumma'ya bənzəməyi istəyirsən. Yəni, sənin kumirin Donnarummadır dedim. Bəli. Yaxşı. Əgər dünya ictimaiyyətində sənə belə bir haqq verilsə, özün bir komanda yaratmaq istəsən və 11-liyə imkan versən, 11-liyi təyin edə bilərsənmi meydanda 11-liyi? Elə bilərəm. Kimlərdir, buyur? Qapıdan başlayaq. Qapıdan Fərqi nə? Futbolçu ola bilər, öz komandadaşları ola bilər. Yəni kim istəsən ola bilər. özüm ola bilərəm. Əlbəttə, bu səni tam səviyyə. Qapıda özün. Mirmehdi Ağavarov. Kill that voice inside. I woke up late, now I don't sleep. Mind on fire, pressure too deep. Cold nights turn me into skills. Now I don't bend, I don't feel. Back then I was stuck in doubt. Now I move like I figured it out. They talk loud, I move low. That's the code, they don't know. Pain hit, I absorb that. Turned every loss to a comeback. No breaks, no fallback plan. I built me a different man. No handouts, I took that route. No shortcut, I dug it out. They won't shine, don't want grind. That's the gap, that's the line. I seen fake turn into dust. I seen hate crash with no trust. Sağ müdafiəçi olsun. Adnan olsun. Aha, Adnan. Son müdafiəçi Kənan. Aha, ortada. Ortada da İbo. Aha, İbrahim. Bəli. Sağ hücum. Yox, müdafiənin daha bir xətti qaldı. 4 nəfər müdafiə, 3-cü saçım. Üçüncü Dünya futboluna ola bilər, hansısa bir komandan ola bilər, və yaxud da fanatlıq etdiyin komandan ola bilər. Fərq etmir. O sənin seçdiyin ideal heyət. böyük komandalardan. Fərq etmir. Somer. Olsun, okey. Yarım arxa xəttini keçək. Sol hücumçu məncə şey qoyaram. Ronaldo. Cristiano, aha. Sağ hücum Lamine Yamal. O, maraqlı seçimdir. Hücumda forvet Simons qoyaram. Çox maraqlı seçimdir. Bu günləri gələn bütün futbolçular çox maraqlı seçimlər ediblər. Həqiqətən də çox möhtəşəm seçimlər ediblər. Yaxşı, o komandanın baş məşqçisini kim qoyar? Baş. Əla sualdır məncə. Ancelotti. Don Carlo Ancelotti. Maraqlı seçimdir. Əgər milli səviyyəsində sənə imkan versələr, hansı millidə mübarizə aparmaq istəyərsən? Çox komanda var. Milli. Yəni ölkənin hansı ölkədə çıxış etmək istəyirsən? Dünya İspanya. İspaniyada. Bəli. Maraqlı seçimdir milli. Milli hal-hazırda dünya çempionatı gedir. Bəli. Sənin favoritin hansı komandadır? Dünya Türkiyə. Türkiyə. Türkiyə çempion olmasa bizdən. Başqa bir komanda var mı? Yoxsa ancaq? Hayır.
seçimini Türkiyədən. Yəni. Amma az öncə sual verəndə hansı millidə çıxış etmək istəyirsən, dedin ki, İspaniya millisiniz. Bəli. Maraqlı seçimdir. Bir sevdiyin bir yemək varmı? Bir futbolçu olaraq təbii rasyonuna diqqət etməlisin seçim məsələləri və qapıcı seçim məsələlərine çox diqqət olmalı. Varmı sevdiyi bir yemək? Bəli var. Hansı nə? Xaş. Of. Aş. Sevdiyin bir maşın varmı? Var. Hansı maşın? BMW. BMW. Sevdiyin ölkə varmı? O ölkəyə gelmək istəyirsən. Bəli. İspanya'da. İspanya. Mən sənə istədiyin qədər, bitmədiyi qədər xaş, yəni yediyin yeməkdən söhbət edirəm. Saysız hesabsız BMW, saysız hesabsız pul və saysız hesabsız yeməklərin fərqli bütün növlərini sənə təklif edirəm. Amma şərtim var. 10 il ərzində futboldan uzaq durmalısan. 10 ildən sonra yenə oynaya bilərsən. Qayğılı sual oldu. Çox fikirləşdim. Uzaqlaşarsan mı futboldan? Heç. Yaxşı. Biraz da sualı çətinləşdirim sənin üçün. Sənə bu yolda anan və atan futbol yolunda kömək olur. Sənin yanındadılar. Soyuq demədən, qar demədən, hava şəraiti demədən olublar. Artıq bir 8 aydır bərabər. Atan anan sənə desə, futboldan uzaqlaşanda necə? Onda anam atımı qulaq asarım. Bu sənin şəxsi düşüncəndir təbii ki, biz qarışa bilmərik. Hücum şansı təhlükəlidir. Epizod ağalarım. Gələn topu dəf etməyi bacarır. Olubmu elə bir oyunda hava şəraiti və oyunun gedişatı səni yorub və yaxud da bezdirib? Olmur. Yaxşı Mire, bir dənə də sual verim sənə. Hansı yadda qalan oyunun varmı həmin oyunda? Çox yaxşı çıxış etmişsən və yaxud da ki, heç yaxşı çıxış etməmişsən. Olubmu elə bir oyun? Olub. Qarabağ qarşı. Yaxşı çıxış etmişsən. Bəli. Bəs yaxşı çıxış etmədiyin oyun olubmu? Yəni özündən razı qalmamısan. O da olub. Hansı oyun olub? Binəyə qarşı. Hansı Neftçi oyunda? Bəli. Neftçi komandası ilə Binəyə qarşı oyundu. Bəli. Nə kimi hadisə olmuşdu sən özündən razı qalmadan? Buraxdın qollar mı və yaxud da komanda mı və hər oyun? Avtogol çox oldu. Ağlar da ayağımdan girib. Çox moment oldu, buraxdım, ona görə razı. Sevdiyin, bax qapıçıların əlcək məsələləri çox önəmli məsələlər. Sevdiyin əlcək firması varmı? Məsələn, o həmin əlcək səndədir və onu çox sevirsən. Varmı elə bir əlcək? Bəli. Nə rəngədir, rəngi bilmirəm. Rəngi ağla qırmızı. Həmin əlcəyi çox sevirsən. Yaxşı, bir maraqlı da sual vermək istəyirəm sənə. Əgər sənə belə bir imkan verilsə, futbol adına hansı dəyişikliklər edə bilərsən ki, futbol inkişaf etsin? Futbol dəyişsən. Azərbaycanda hər hansı bir iş görəsən, futbol inkişaf etsin. Hansı bir iş görmək olar? Nə etmək olar futbol inkişaf etsin? Çox məşq eləmək. Bütün futbolçularına çox məşq etməyi tələb edirsən. Bəli. Yaxşı, futbolçuların telefonlarda oynaması. Bəli, çox telefonla məşğul olmasına. Asudə vaxtlarını nə ilə xərcləsinlər idmançılar? Ailəsi ilə oturub yemək yeyir olur, məşq edir. Çıxır həyətə, paslaşır özündən. Yəni, tam olaraq sağlam həyata sərf etsinlər. Bəli. Miri, bəs yaxşı, bir dənə sual sənə. Özün olunmu komanda yoldaşlarını və yaxud da ki, səninlə eyni məhəllədə qalan futbolçular, uşaqları, gəncləri yığasan bir yerə, asudə vaxtımızda futbol və yaxud da daha maraqlı bir işlə
bir iş görərək, səmərəli iş görərək keçirək. Olmu belə bir? Futbol oynamaq, yığıb Aha, oynamaq. ancaq futbol oynamaq. Ha. Mili, əslində səndən çox danışmaq istəyirəm. Tam sənin sözündür. Mən Sabarda oynayarkən də səni görmüşəm. Ondan qabaq ki, Next, Qam, bu akademiyasında da. Ha. Və sənə xatırlayırsansa bir söz demişdim. Sən gələcəklərdə ən yaxşı Neftçinin qapısı olursan. Bunu mən sənə demişdim. Və artıq bir il keçmiş, bir ildən sonra, il yarım sonra artıq səni Neftçidə gördüm və çox sevindim. Neftçi olmasına səni gördüyümü dedim. Və indi də sənə deyirəm. İndi artıq publika qarşısında sənə deyirəm. Onda ikimiz danışmışdıq. Bəli. Onda indi publika qarşısında sənə deyirəm. Bəli. Ümid edirəm ki, sən Avropa səhnəsində səni görəcəm. Və bu günləri bu sözü dediyim, inanıram ki, bir neçə ildən sonra deyəcəksən ki, Cəmaləddin Mehdiyev var. O mənə bu sözü demişdi, Avropa səhnəsi. Mən bunu tam səmimi olaraq sənə deyirəm. Ədəbinlə meydanda futbol egosu olmadan əsl xarakterində, sakit xarakterində, tərbiyə xarakterində meydanda apardığın mübarizə həqiqətən səni mənə sevdirib, yəni sənin xarakterinə, sənin tərbiyənə verilən ədəb özü gözəl aparmağın təbii ki, bir məna olaraq özü mənə aşiq etmirsən. Mən sənin istedada da belədir və meydan oyunda yerləri artıq ayaqların üzülür, yaddan çıxarırsan ki, sən bir insansan, yerdən ayağın üzülür. Ümid edirəm daima belə o gələcəyin olacaq və daima sən təriflər eşidəcəksən, həqiqi təriflər. Mili, mən sənə karyeranda uğurlar arzu edirəm. Çox sağ ol. Günəşin şəfəqləri kimi karyeran parlaq olsun. Çox sağ ol. Bütün problemlər, dərdlər, stresslər, nə bilim, zədələr səni bu yoldan saptırmasın. Yəni, tutduğun bu inanclı yolda sənə güc qüvvət olsun. Çox sağ ol. Bu məndən sənə bir duadır. Veriliş haqqında nə düşünürsən verir? Yəni, necə hiss etdin özü? Yaxşı, rahat. Cəmaləddin nənəmi mən kamera arxasında ama indi üzbəüz oturmaq. Narahat etdi mi səni? Xeyr. Minnətdaram sənə, Mili, təşəkkür edirəm. Dəyərli vaxtını mənə sərf etdiyin üçün. Uğur olsun. Ən əsası da Allahdan sənə uzun ömür, can sağlığı, valideynlərə can sağlığı, çəkdiyi əziyyətdən yerdə qalmaması ümidi ilə. Var olasan, dəyərli vaxtını mənə sərf etdiyin üçün çox sağ ol. Uğur olsun.